Mətn əsasında ehtimal etmək olar. Beynəlxalq buz patrulu qəzaların qarşısını almaq üçün yaradılıb. Bu bizim faktımızdır, ehtimal deyil. Çünki burada konkret olaraq göstərilir ki, Titanik faciəsindən sonra məhz iceberglərlə gəminin toqquşmasının qarşısını almaq üçün patrul yaradılmışdı. İnsanların istifadə etdiyi şirin suyun çox hissəsi iceberglərdən alınır. Bu da faktdır. Mətnin girişində qeyd olunub ki, yer kürəsində şirin suyun 70%-i iceberglərdə cəmlənib. Iceberglərdəki şirin su ehtiyatından istifadə o qədər də asan deyil. Bu bizim düzgün cavabımız olacaq. Çünki bu ehtimaldır. Bunu da nəyə əsasən ehtimal edə bilirik? Çünki mətndə iceberglərin daha çox yarandığı ərazi olaraq qütbləri göstərir. Yəni coğrafi qütblərə yaxın okean sularında meydana gəldiyini göstərir. Şimal qütbü və Cənub qütbü. Və buradan o nəticəyə gələ bilərik ki, biz həmin şirin suları əldə etmək üçün müəyyən çətinliklərlə qarşılaşırıq. Qütblərdə yaşayış olmadığına görə və yaşayış olunan ərazilərdən uzaqda yerləşdiyinə görə onu ehtimal etmək olar ki, həmin su ehtiyatından yararlanmaq o qədər də asan deyil. Son illərdə iceberglərin yaranması prosesi sürətlənmişdir. Bu yanlış fikirdir. Çünki mətnin nəticəsində qeyd olunur ki, müasir dövrdə qlobal istiləşmə baş verdiyinə görə, əksinə iceberglərin sürətlə ölçüsü dəyişir, yəni azalmış olur. Iceberglərin görünən hissəsi gizli təhlükə hesab olunmur. Bu da faktdır. Ehtimal deyil, çünki mətndə qeyd olunub ki, 90% suyun altındadır və həmin hissə, görünməyən hissə gizli təhlükədir. Yəni görünən hissə gizli təhlükə hesab olunmur. Bu isə bizdə fakt kimi götürəcəyik ehtimal deyil. Düzgün cavabımız ehtimal olaraq bu fikirdir.